Salam dəyərli izləyicilər. Bugün sizə neoterm kombiləri haqqında ətraflı məlumat verəcəyik. Soldan birinci düymə kombini yandırmaq və söndürmək üçün istifadə olunur. Bu düymə isə yay və qış rejiminə keçməkdə istifadə edirik. Deməli, soldakı dairədə biz temperaturu yuxarı 80 dərəcəyə qədər qaldıra bilirik və endirə bilirik. Sağdakı isə hamama və yaxud da mətbəxə gedən krantın dərəcəsini artırıb və azaltmaq üçündür. Krantın suyu ortalama 42-43 dərəcə arasında olsa kifayət edir. Bu kombilər 24 kW-lıqdır. Təxminən 60-120 kvadrat metr evlər üçün nəzərdə tutulmuşdur. Məlumat üçün qeyd edeyim ki, bu kombilər 2 esenjorludur. Esenjor, yəni kombinin içərisində olan və istiliyi qazdan alıb suya ötürən əsas hissədir. Texniki dildə buna heat exchanger deyilir, yəni istilik dəyişdirici. Və esenjorlarda iki cür olur. Birincisi radiatorun suyunu qızdırır, digəri isə kranta gedən suyu qızdırır. Kombinin alt hissəsində manometr var. Manometr təzyiqi göstərir. Təzyiq hardasa 1-2 bar aralığında olmalıdır. Artırmaq üçün sağdakı vintili sola doğru bururuq. Kombinin alt hissəsindən xəttlər gedir. Soldan birinci radiatora gedən xəttdir. İkinci xətt isti su xəttidir. Yəni bu sarı gördüyünüz qaz xəttidir. Bu xətt kombiyə daxil olan soyuq su xəttidir. Digəri isə sağdan birinci radiatordan qayıdan xəttdir. Bəzən evlərə qaz təzyiqi sabit gəlmir. Ya az gəlir, ya da çox gəlir. Bu gördüyünüz qaz reduktorudur. Qaz reduktoru kombiyə gələn qazın təzyiqini düzgün səviyyədə saxlayır. Bir də stabilizator haqqında məlumat verim. Əgər evdə gərginlik dəyişərsə, kombinin kartını yandıra bilər. Stabilizator da gərginliyi sabit saxlamağa kömək eləyir.